Hörmətli müəllimlər, əziz şagirdlər, dəyərli valideynlər və bütün dinləyicilər. Sizi Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumi təhsil məktəbinin radiosu Gələcəyin İşığı FM adından ürəkdən salamlayıram. Mən 10-cu sinif şagirdi Məmmədova Ayana. Bugün Gələcəyin İşığı FM-də sizə səslənmək mənim üçün böyük bir qürur və məsuliyyətdir. Məktəb radiosu şagirdlərin səsini, düşüncəsini, təhsil və həyatla bağlı fikirlərini məktəb ictimaiyyətinə çatdıran bir körpüdür. Mən də bu körpüdən sizlərə çox vacib bir mövzuda söz açmaq istəyirəm. Əziz dinləyicilər, bugün 16 sentyabr dünyada beynəlxalq ozon qatının mühafizəsi günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1994-cü ildən etibarən hər il 16 sentyabrda bugün bütün dünyada müxtəlif tədbirlərlə xatırlanır. Bu tarixin seçilməsi isə təsadüfi deyil. Məhz 1987-ci ilin 16 sentyabrında Monreal protokolu imzalanmışdır. Monreal protokolu yer üzərində həyat üçün son dərəcə vacib olan ozon qatını qorumağa yönəlmiş beynəlxalq hüquqi sənəddir. Həmin vaxt alimlər müəyyən etdilər ki, insanların istifadə etdiyi bəzi kimyəvi maddələr, xüsusilə freonlar və digər xlor, fluor, karbon qazları atmosferdəki ozon qatına ciddi zərər vurur, onu incəldir və yer üzünə düşən ultrabənövşəyi şüaların miqdarını artırır. Bu isə insan sağlamlığı üçün təhlükəlidir. Dəri xərçənginin, göz xəstəliklərinin artmasına səbəb olur, əkinçilik məhsuldarlığını azaldır, təbii ekosistemlərə zərər yetirir. Beynəlxalq ictimaiyyət bu təhlükəni vaxtında dərk etdi və bir araya gələrək Monreal protokolunu imzaladı. Bu sənədin qəbul edilməsi bəşər tarixində ən uğurlu ekoloji təşəbbüslərdən biri hesab olunur. Bugün artıq həmin protokolun nəticəsində ozon qatında yaranmış dəliklərin yavaş-yavaş bərpa olunmağa başlandığını alimlər təsdiq edirlər. Yəni, vaxtında atılmış addım bütün bəşəriyyətin xeyrinə oldu. Əziz dostlar, ozon qatı bizim planetimizin qoruyucu sipəridir. Günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udaraq yer üzündəki canlıların sağlamlığını qoruyur. Əgər bu təbii qalxan zədələnsəydi, həyat çox təhlükəli vəziyyətə düşərdi. Amma yaxşı xəbər odur ki, biz insanlar bu prosesi dayandıra bilərik. Bununla belə məsuliyyətimiz hələ də böyükdür. Çünki təbiətə hər hansı zərərli müdaxilə gələcək nəsillərin həyatına təsir edir. Əziz dinləyicilər, beynəlxalq səviyyədə ozon qatının qorunması istiqamətində böyük işlər görüldüyü kimi, Azərbaycanda da bu proses fəal iştirak edir. Ölkəmiz 1996-cı ildə Monreal protokoluna qoşulmuş və bununla da ozon qatının mühafizəsi sahəsində beynəlxalq öhdəlikləri üzərinə götürmüşdür. Azərbaycan Respublikası bu sənədin bütün əlavələrini də qəbul edərək ozon qatını zədələyən maddələrin mərhələli şəkildə azaldılmasına və tamamilə istifadədən çıxarılmasına dair konkret tədbirlər həyata keçirir. Dövlətimizin bu istiqamətdə qəbul etdiyi ozon qatını mühafizə üzrə milli fəaliyyət planı çərçivəsində ozon qatını zədələyən maddələrin idxalı, istifadəsi ciddi nəzarətə götürülür. Ekoloji cəhətdən təmiz alternativ texnologiyaların tədbiri dəstəklənir. İstehsalat müəssisələrində xüsusi proqramlar həyata keçirilir. Əhali xüsusilə də gənclər arasında maarifləndirmə tədbirləri keçirilir. Azərbaycanın ekoloji siyasətində ozon qatının mühafizəsi vacib istiqamətlərdən biridir. Milli Ekologiya və Dayanıqlı İnkişaf Strategiyası çərçivəsində də bu məsələyə xüsusi diqqət yetirilir. Bu sahədə dövlətin gördüyü işlərin nəticəsində ölkəmizdə ozon qatını zədələyən maddələrin istifadəsi minimuma endirilib. Ən önəmlisi isə Azərbaycan beynəlxalq ictimaiyyətinin məsuliyyətli üzvü kimi qlobal səylərə öz töhfəsini verir. Sevimli şagird yoldaşlarım, bəlkə də düşünürsünüz ki, biz məktəblilər də bu məsələdə nə edə bilərik? Əslində çox şey edə bilərik. Ətraf mühiti qorumaq üçün kiçik addımlar böyük nəticələrə gətirib çıxarır. Məsələn, məişətdə zərərli aerozol məhsullarından istifadə etməmək, elektrik enerjisinə qənaət etmək, tullantıları azaldaraq təbiəti çirkləndirməmək, gündəlik həyatımızda ekoloji vərdişlərə əməl etmək. Bütün bunlar həm ozon qatının, həm də ümumilikdə planetimizin mühafizəsinə xidmət edir. Əziz müəllimlər və dəyərli valideynlər, sizin biz
uşaqlara qazandırdığınız təməl biliklərlə yanaşı, təbiətə sevgi və qayğı aşılamağınız çox vacibdir. Çünki gələcəyin əsl sahibləri biz şagirdlərik. Vətənimizi, təbiətimizi, ətraf mühitimizi qorumaq bizim üzərimizə düşən ən müqəddəs vəzifələrdəndir. Dəyərli dinləyicilər, bugün Beynəlxalq Ozon qatının mühafizəsi günü bir daha düşünməyə vadar edilir. Biz hansı dünyada yaşamaq istəyirik? Çirklənmiş xəstəliklər içində olan, yoxsa sağlam, yaşıl və işıqlı bir dünyada? Cavab şübhəsiz ki, sağlam dünyadır. Deməli, hər birimiz bu istiqamətdə öz payımıza düşən məsuliyyəti dərk etməliyik. Unutmayaq, ozon qatı təbiətin bizə verdiyi bir qalxandır. Biz bu qalxanı qorumalıyıq ki, gələcək nəsillər də günəşin altında sağlam, azad və firavan yaşasınlar. Hörmətli dinləyicilər, bugün sizlərlə birlikdə Beynəlxalq Ozon qatının mühafizəsi günü münasibəti ilə vacib mövzunu müzakirə etmək mənim üçün böyük şərəf oldu. Ümid edirəm ki, paylaşdığımız məlumatlar sizə həm maarif, həm düşüncə mənbəyi oldu. Unutmayaq ki, ozon qatının qorunması yalnız bir günün və ya bir tədbirin mövzusu deyil. Bu, hər günün məsuliyyətidir. Hər birimizin həyatında kiçik addımlar böyük nəticələr yarada bilər. Təbiətimizi, ətraf mühitimizi və gələcək nəsilləri qorumaq həm hüquq, həm vəzifə, həm də əxlaqi borcdur. Əziz müəllimlər, dəyərli valideynlər və sinif yoldaşlarım, sizlərin dəstəyi, diqqəti və qayğısı olmadan bu missiyanı tam həyata keçirmək mümkün deyil. Gəlin birlikdə hər günümüzü təbiətə hörmət və qayğı ilə keçirək. Hər kiçik səy, hər düşünülmüş addım, hər təmiz davranış ozon qatının ekosistemin və bütövlükdə həyatımızın qorunmasına xidmət edir. Hörmətli dinləyicilər, bugünkü buraxılışımızın əsas məqsədi bilik vermək, maarifləndirmək və gələcəyimizə olan məsuliyyətimizi bir daha xatırlatmaq idi. İnanıram ki, hər birimiz bu çağırışa cavab verəcək, həm məktəbdə, həm evdə, həm də həyatda ozon qatını və təbiətimizi qorumaq üçün əlimizdən gələni edəcəyik. Beləliklə, 16 sentyabr Beynəlxalq Ozon qatının mühafizəsi gününə həsr olunmuş Gələcəyin İşığı FM buraxılışını burada yekunlaşdırıram. Mikrofon arxasında 10 sinif şagirdi Ayan Məmmədova idi. Gələcək buraxılışlarda görüşünədək. Əziz dostlar, sağ olun.